Salam əziz müəllimələr və izləyicilər, xoş gördük hər birinizi. Bugünkü mövzumuz sensor bacarıqların inkişafı məşğələsi haqqında olacaq. Sensor inkişaf dedikdə nəyi nəzərdə tuturuq? Məktəbəqədər dövrdə sensor inkişaf uşağın duyğu orqanları vasitəsilə ətraf aləmi tanıması və qavrama bacarığının formalaşmasıdır. Yəni uşaq görmə, eşitmə, toxunma, dad bilmə və qoxu hissləri ilə dünyanı öyrənməyə başlayır. Məsələn, uşaq oyuncağa baxaraq onun rəngini, şəklini, ölçüsünü, səthini, hamar yaxud kobud olmağını və ya səsini ayırd etməyi öyrənməyə başlayır. Həmçinin sensor inkişaf uşaqların təxəyyülünü, yaddaşını, təfəkkürünü və nitqini inkişaf elətdirir. Onlarda kiçik motorikanın fəallığını və toxunma duyğularını stimullaşdırır. Bildiyimiz kimi, sensor inkişaf məşğələsi zamanı müxtəlif oyunlardan istifadə olunur. Bunlardan biri də konusvari piramida oyunudur. Konusvari piramida oyunu necə təşkil olunur? Konusvari piramida körpədə əşyaları ölçülərinə görə mənimsəməsini inkişaf elətdirir. Deməli, əziz tərbiyəçi müəllimələr, yadda saxlayın ki, konusvari piramida uşaqlara əsasən əşyaların ölçülərinə görə təşkil olunur. Yəni ölçülərinin yadda saxlanması üçün təşkil olunur. Uşağa piramidaların halqalarını onların ölçüsündən asılı olaraq düzüldüyünü göstərmək lazımdır. Məsəl üçün kiçikdən böyüyə doğru olaraq bu formada piramidanın halqalar vasitəsilə düzüldüyünü göstərmək lazımdır. Burada şəkildə də göründüyü kimi uşaqlar konusvari piramida quraşdırırlar. Digər oyunumuzun adı toxunma hissini inkişaf elətdirmək. Toxunma hissini inkişaf elətdirmək oyunu isə belə tapşırıqlar körpənin əli ilə müxtəlif əşyalara toxunmaqla keçirmək lazımdır. Oyuncağa, qələmə, əlcəyə və s. Sonra körpənin gözünü bağlayaraq toxunmalarını təkrarlayın. Körpənin vəzifəsi həmin əşyalara toxunmaqla onları xatırlamaqdır. Misal üçün, qutuya müxtəlif materiallar qoyuruq. Pambıq, qum, düyü, lobya və s. Və uşağın gözlərini bağlayırıq və həmin uşağın əli ilə toxunmasını söyləyirik. Uşaq toxunarkən həm bu zaman demək olar ki, motorika da inkişaf edir uşaqlarda, yəni əlləri toxunaraq, həm də öyrənməyə başlayırlar. Şəkildə də göründüyü kimi uşağın gözləri bağlıdır və topa toxunaraq onun nə olduğunu söyləyir. Daha sonra rəngli kubiklərə, rənglərə görə ayırmaq oyunu. Bu oyun uşaq üçün çox faydalı bir tapşırıqdır. Bunun üçün 2 yaşlı uşağa çoxlu sayda eyni ölçüdə müxtəlif rəngdə kubiklər vermək və rənglərə görə ayırmaq tapşırmaq lazımdır. Oyunu rəngləri artırmaqla biraz da çətinləşdirmək olar. Misal üçün, kubikləri rənglərinə görə güllə şəklində düzün. Hər güllə eyni rəngdən ibarət olsun. Misal üçün, bu şəkildə körpələr qrupu göstərilmişdir. Kubikləri rənglərinə görə qoyur üzərinə, şəklin üzərinə yerləşdirir. Göyü göyə, qırmızı qırmızıya, yaşılı yaşıla. Digər oyunumuz meyvə və tərəvəzlərdən oyundur. Meyvə və tərəvəzlərdən oyun isə, əziz tərbiyəçi müəllimələr, belə deyək, bu oyun zamanı parçadan tikilmiş torbaya müxtəlif tərəvəzləri, pomidor, xiyar, kartof, kök və s. qoyuruq. Həmçinin meyvələrdən də istifadə etmək olar. Məsələn, alma, armud, alça və s. Körpə əlini torbaya salaraq onlara toxunmaqla tərəvəz və ya meyvəni tapmalıdır. Hətta tapşırığı çətinləşdirmək üçün həmin meyvənin hansı rəngdə olması və ya forması barədə məlumat verməsini də təklif etmək olar. Meyvə və tərəvəzlərlə oyun zamanı əsasən rənglərə görə ayırma. Misal üçün, qırmızı almanı buraya, sarı bananı buraya qoyun və s. Bu həm görmə, həm də toxunma bacarığını inkişaf elətdirir. Həmçinin də toxunma və hiss oyunu. Uşağın gözlərini yumun və sadəcə əllə meyvəni və tərəvəzləri tapıb və tapmasını istəyin. Misal üçün, banan yumşaqdır, alma sərtdir, ananas tikanlıdır və s. kimi fərqləri öyrənməyə başlasınlar.
Buradan şəkildə də görsənir. Uşaqlar meyvə və tərəvəzə toxunurlar. Digər oyunumuz yamsılamaq oyunudur. Yamsılamaq oyunu nədir? Adından da göründüyü kimi körpəyə müxtəlif mimikalar göstəririk. Misal üçün, əsasən böyüklər yəni körpələrə göstərir. Misal üçün, qaş-qabağımızı tökürük, gülümsəyirik və yaxud dişlərimizi ağardırıq. Uşaqlar da bunu yamsılayırlar. Yəni, biz də etdiyimizi uşaqlar etməyə başlayırlar. Bu formada şəkildə də görsənir. Həmçinin məktəbəqədər dövrdə sensor oyunların aparılma prinsipləri vardır. Sensor oyunlar yaşa uyğun olmalıdır. Təbii ki, yəni hər yaşa uyğun olaraq sensor oyunlar təşkil olunmalıdır. Oyunlar uşağın yaşına, motor və duyğu bacarıqlarına uyğun olmalıdır. Qısa və əyləncəli sessiyalar 5-15 dəqiqə kifayətdir. Uzun və mürəkkəb oyun uşağın diqqətini azalda bilər və təhlükəsiz olmalıdır. Kiçik uşaqlar üçün boğulma riski olan əşyalar olmamalıdır. Zəhərli və iti əşyalar istifadə olunmamalıdır. Təbii ki, yəni çünki uşaqlara zəhərli və itici əşya verdikdə daha yaşda az olan uşaqlar onu istifadə edə bilməyib, yəni özlərinə xətər yetirə bilərlər. Bunun üçün bunlara həm təhlükəsiz qaydalarına, həm yaşa uyğunluğa biz diqqət yetirməliyik. Həmçinin belə deyək, sensor mədəniyyət, sensor etalon haqqında anlayışı haqqında qısaca bir məlumat verim. Deməli, sensor tərbiyənin hazırlıq mərhələsi başa çatır və sensor mədəniyyətin formalaşması istiqamətli işlər aparılır. Sensor tərbiyədən sonra sensor etalon formalaşır. Sensor mədəniyyət nədir dedikdə, uşağın hiss orqanlarının sistematik məşq etdirilməsi nəzərdə tutulur. Elmə kim tərəfindən gətirilib dedikdə, Montessori tərəfindən gətirilibdir. Sensor etalon nədir? Etalon adından da göründüyü kimi uzun müddətli və mürəkkəb prosesdir. Uşaqlarda əşyaların xarici əlamətlərinin hamı tərəfindən qəbul edilmiş obrazları haqqında təsəvvürlərin formalaşdırılmasını nəzərdə tutan uzun müddətli və mürəkkəb prosesdir. Sensor etalon kim tərəfindən gətirilib dedikdə, yadımızda saxlayırıq ki, sensor etalon elmə Zaporojes tərəfindən elmə gətirilibdir. Həmçinin yadınızda saxlayın ki, hal-hazırda PDF-də yoxdur, ancaq deyirəm, qeyd edin, kənarda sensor etalonun əsasən 3 növü vardır, yəni 3 etalon vardır. Forma etalonu, kəmiyyət etalonu və rəng etalonu. Forma etalonu nədir? Nələr aiddir deyəndə, adından göründüyü kimi düz bucaq, dörd bucaq, dairə, kvadrat, üç bucaq və s. Kəmiyyət etalonuna aid olanlar azdır, çoxdur, böyükdür, kiçikdir. Rəng etalonuna aid olan xromatik rənglər və axromatik rənglər. Xromatik rənglər, misal üçün qırmızı, yaşıl və s. Axromatik rənglər isə boz, qara, ağ bunlar aiddir. Əsasən məktəbəqədər yaşda sensor inkişaf, sensor tərbiyəyə əsaslanmaqla və onun vasitəsilə həyata keçirilir. Onun qarşısında duran əsasən 3 qrupa ayırmaq lazımdır. 1. Uşaqlarda perseptiv əməliyyatlar sistemini formalaşdırır. Deməli, sensor tərbiyə məktəbəqədər tərbiyə proqramının məzmununda xüsusi yer tutur dedik və qarşısında 3 vəzifə qoyulur. 3 vəzifəyə görə ayrılır. 1. Perseptiv əməliyyatlar sistemini formalaşdırmaq. 2. Sensor etalonlar sistemi. Yəni, əşyaların xassələri, keyfiyyəti və münasibətləri haqqında təsəvvürlərin yaradılması. 3. Perseptiv əməliyyatlar və etalonlar sistemindən praktik və dərk etmə fəaliyyətində müstəqil olaraq istifadə etmək bacarığını formalaşdırmaq. Əziz tərbiyəçi müəllimələr və tələbələr, əgər qaranlıq nəsə başa düşmədiyiniz bir yer olsa, şərh bölməmizə yaza bilərsiniz. Dərslərimizə qoşulmaq üçün əlaqə saxlayın. Təşəkkür edirəm. Sağ olun.